Su içən kimi tez-tez tualetə gedirəm. Bunun səbəbi nədir? Heç bir ağrım və şikayətim yoxdur. Bunun səbəbi çox ola bilər. Birincisi, ilk öncə bunu bilməmiz lazımdır ki, əgər bizdə şəkər xəstəliyi varsa, bu tərəfdən yüksəkdirsə, əlbəttə ki, su içdiyi zaman tez-tez getmə ehtimalı var. Kişilərdə prostat xəstəliyi varsa, prostat böyüməsi varsa, buna görə ola bilər. Qadınlarda sistit xəstəliyi varsa, buna görə ola bilər. Amma çox vaxt heç bir xəstəliyi olmayan bir yudum su aldığımızda direkt həmən nə edirik? Tualetə qaçırıq. Bu isə başqa bir şeydir. Bunu izah edəcəm. Çünki bəzi adamlar var, mən su içirəm, tez-tez gedirəm deyə su içmək istəmirlər. Amma bilməmiz lazım ki, bizim orqanizmimiz, hüceyrələrimiz, bütün orqanlarımız su ilə qidalanır. Su olmazsa heç bir orqanizmimiz normal qidalana bilməz. Ona görə də suyu mütləq içməmiz lazım. Amma necə içməmiz lazım, onu bilməmiz lazımdır. Əsasən burada nəyə diqqət eləməmiz lazımdır? Su ilk öncə yavaş, yudum-yudum və oturaraq içilməsi lazımdır. Əgər siz ayaq üstündə birdən su içərsənizsə, nə olar? O zaman o su tez bir zamanda qana qarışıb, tez bir zamanda neyinər? Filtrasiyadan keçə bilər. Əgər suyun tez bir zamanda filtrasiyadan keçməməsi üçün nəyi izah eləməmiz lazım? Birinci, ilk öncə bunu bilmələri lazımdır ki, hər kəs bunu düşünür. Su içdim, birbaşa böyrəklərə gedir. Xeyr, su birinci bizim həzm sistemimizə gedir. Mədə buradan bağırsaqlardan soğurulur. Yəni neyinir? Bizim hüceyrələrimizdə daşınır. Hüceyrəyə daşıdığımız zaman bizim hüceyrə zarımız var. Su hüceyrə zarından keçdiyi zaman bizim hüceyrə zarımızda nələr var? Natrium var, kalium var, magnezium var, xlor var. Bu mikroelementlərin olması lazım. Əgər bizim bədənimizdə bu mikroelementlər yoxdursa, bunu adi nədən misal gətirəcəm? Gəlin bir bitkidir. Biz bitkinin nə edirik? Özünə su vermirik, dibinə su veririk. Torpaqda o minerallarla qarışır və nə edir? Bitkini qidalandırır. Bəzi hallarda torpaqda minerallar olmadığına görə biz nə edirik onu? Həmin torpağı gübrələyirik. Gübrə nə deməkdir? Mineral deməkdir. Və bu zamanda suyu daha çox əmə bilir və nə edir? İnkişaf eləməyə başlayır. Eyni ilə bizdə bu elementlər yoxdursa, biz nə edəcəyik? Bu zaman su hüceyrə divarından keçməyəcək, direkt hamısı birbaşa bədəndən çölə atılacaq. Ona görə bədəndən çölə atılmasını istəmiriksə, nə edirik? Bu mikroelementlərə baxdırmamız lazım qanımızda. Əgər bu mikroelementlər azlıq təşkil edirsə, o zaman bunları yerinə qoymamız lazım.